Dünyaya, eləcə də bizim cəmiyyətə aid olan ən yayılmış xəstəliklərdən sayılan şizofreniya haqqında danışacağıq. Şizofreniya nədir? Necə olur ki, insan bu xəstəliyə düçar olur? Öncə qısa bir haşiyə çıxaq. Keçən əsrdən bəri psixiatrları ən çox məşğul edən, lakin bugün belə müxtəlif istiqamətləri tam açıqlanmayan bu xəstəlik insanın düşüncə, duyğu və davranışlarına əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir rahatsızlıqdır. Şizofreniya sözünün Yunanca mənası şizo, bölünmüş, qırılmış, parçalanmış, fren isə düşüncə deməkdir. Yəni iki ayrılmış düşüncə mənasını bildirir. Bu xəstəlik 15-35 yaşlar arasında ortaya çıxır. 40 yaşından sonra isə ilkin olaraq nadir hallarda rast gəlinir. Yer üzündə hər 100 nəfərdən biri şizofreniya xəstəsidir. Dünyada 60 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Alimlər qeyd edirlər ki, şizofreniyadan əziyyət çəkən xəstələr nadir hallarda ətraf aləmə zərər verir və eyni zamanda insanın zəif xarakterli olması, zəka geriliyindən, savadsızlığından və tənbəlliyindən irəli gələn xəstəlik deyil. Sadəcə ruh xəstəliyi sayılır. Xəstəliyi yaradan əsas səbəblər tam olaraq dəqiq bilinmir. Bu mövzuda elm adamları hələ ki acizdirlər. Ola bilsin ki, bu xəstəlik gen vasitəsilə də keçə bilər və yaxud da sonradan yarana bilər. Xəstəliyin qarşısını almağa çalışmaq üçün 1950-ci illərdən müxtəlif antipsixotik preparatlar kəşf olunub. Bu preparatları qəbul edən xəstələrdə həyat eşqi, insansevərlik artır. Xəstəliyin inkişafı tam olmasa da müəyyən müddətə dayandırılır. Bu dərmanlardan ən təsirlisi klozapindir. Ümumiyyətlə, ruhi əsəb xəstəliklərinin müalicəsi təbabətin ən problematik sahələrindən biridir. Çünki əksər ruhi əsəb xəstəliklərinin səbəbi, onların inkişaf mexanizmi hələ də tam öyrənilməyib. Ruhi xəstəliklər irqindən və ya cinsindən asılı olmayaraq, varlı və ya kasıb fərq etməz, hər kəsi tuta bilər. Şizofreniyanın bir növü paranoid şizofreniya adlanır. Bu xəstəliyin simptomları rast gəlinən xəstə, misal üçün otağın bütün pəncərələrini bağlayıb saatlarla qaranlıq otaqda əyləşir. Sanki ətrafdan kimsə ona zərər vermək istəyirmiş kimi davranır. Hətta yemək yeyərkən zəhərlənmək riskindən ehtimal edərək ailə üzvlərindən tələb edir ki, yeməyi onun gözü önündə hazırlasınlar. Şizofreniya anlayışı haqqında ətraflı məlumatı müsahibimiz Azərbaycan Psixiatri Assosiasiyasının prezidenti, ABŞ Beynəlxalq Psixoterapiya Akademiyasının vitse-prezidenti, tibb elmləri doktoru və eyni zamanda Tibb Universitetinin professoru Nadir İsmayılovdan alacağıq. Deməli, bugünkü bəhs edəcəyimiz mövzu şizofreniya. Mən təəssüflə deməliyəm ki, bu mövzu mətbuatda, televizorda çox az işıqlandırılıb. O barədə heç mən demək olar ki, verilişə rast gəlməmişəm. Ona görə bizim bugün o temaya toxunmağımız çox mənim üçün də maraqlıdır. Yəqin ki, bizi dinləyənlər üçün də çox maraqlı olacaq. Şizofreniya xəstəliyi bütün psixiatriyanın sütununu təşkil edən bir xəstəlikdir. Bu xəstəlik öz gedişinə görə, cavanlarda rast gəldiyinə görə, əlamətlərin zənginliyinə görə bütün digər xəstəliklərdən fərqlənir. Şizofreniya bir dəfə tutulan adam ömrünün axırına qədər o xəstəlikdən tam xilas ola bilmir. Biz ancaq remissiya nail ola bilirik. Remissiya nədir? Yəni müvəqqəti sağalma. Ancaq qeyd eləyək ki, müvəqqəti sağalma bəzən 10 illərlə çəkə bilər. Bu elə praktik sağalma deməkdir. Elə bizim xəstələrimiz olur ki, bir dəfə gəlir, bir ay xəstəxanada yatır, sonra heç 10 il xəstəxananın, həkimin üzünü də görmür. Ancaq bu demək deyil ki, bu xəstəlik tam sağalıb. O nə vaxtsa qayıda bilər. Bu asılıdır onun kliniki variantından, gediş formasından və s. çoxlu faktorlar var. Şizofreniya xəstəliyinin yayılması, yəni biz ona epidemiologiyası deyirik, təxminən 1% təşkil edir. Bu bütün ölkələrdə belədir. İstəyir Amerika olsun, istəyir Mazambik olsun, Avstraliya, Azərbaycan, fərqi yoxdur. Hər yerdə şizofreniyanın yayılma faizi 1%-ə qədərdir. Ancaq bəzi ölkələr var ki, məlumat verir ki, bizdə 0,4%-dir. Məsələn, Azərbaycan çox vaxt məlumat verir ki, bizdə 0,6-17%-dir. Bu o demək deyil ki, bizdə azdır və yaxud da o məlumatı aşağı verən ölkələrdə azdır. Xeyr. Yəni, bütün xəstələr uçota götürülməyib. Burada rəsmi rəqəmlərdən söhbət gedir. Şizofreniya psixi xəstəlikdir, xronik gedişə malikdir və proqresivləşən bir xəstəlikdir. Həm də endokrin, etiologiyası endokrin pozğunluq hesab olunan bir xəstəlikdir.
Şizofreniya sinir sistemi xəstəliklərinə daxildir. Yəni ki, insanların belə ki, bu sizin psixi pozğunluqlar demək, yəni sinir sistemində. Mən çox yəni ki, baş vermiş hər hansı bir keçirilmiş bir xəstəlikdən sonra, ümumiyyətlə insanın düşdüyü depressiya vəziyyətindən sonra baş verə bilər. Yəni ki, artıq bu insan sinir sistemi yəni normal fəaliyyətini yerinə yetirə bilmir. Yəni bu qədər də herhalde insanın davranış qaydaları düzgün yəni yerinə yetirə bilmir, pozulur sinir sistemi fəaliyyəti. Şizofreniya xəstəliyi deyəndə biz özündə əsas 4-5 əlaməti birləşdirən xəstəliyi nəzərdə tuturuq. Bugün şizofreniya diaqnozunu qoyarkən biz heç bir aparaturadan istifadə edə bilmirik. Yəni o aparaturalar istər kompüter tomoqrafiyası olsun, istər rentgen olsun, UZI, laboratoriya, heç birisi bizə şizofreniyanın diaqnozunu təsdiq edən məlumat vermir. Deməli, biz bu xəstələrin diaqnozunu sırf kliniki müşahidə əsasında, yəni söhbət nəticəsində, sorğu nəticəsində, müşahidə nəticəsində əldə elədiyimiz faktlarla biz bu diaqnozu qoyuruq. Şizofreniya diaqnozu olduqca məsuliyyətli bir diaqnozdur. Bu diaqnozdan asılı olaraq bir çox xəstələr cinayət məsuliyyətindən azad olunur, yəni anlaqsız sayılır. Bu diaqnoz qoyulan şəxslər əskəri xidmətdən ömürlük azad olunur. Bu diaqnoz olan xəstələrin çoxuna dövlət tərəfindən təminat verilir və s. və s. Ancaq bütün bu hüquqi, tibbi məsələləri həll edərkən biz sırf kliniki müayinədən, yəni söhbət nəticəsində, müşahidə nəticəsində həkimin əldə elədiyi materiallardan əldə eləyirik və ona əsaslanırıq. Şizofreni insanın sinirsel olarak hayal gücünün olmayan bir varlığın hani hayal gücünü kullanarak yani nasıl bu bir hastalıktır, sinir hastalığıdır. Yani olmayan bir şeyi kendi hayal gücüyle canlandırıyor, hareket ediyor yani onu mesela bir varlık olabilir, insan olabilir. Onunla sohbet ediyor. Yani öyle bir şey olmadığı halde yani bu yani tıp dilinde zaten sinir hastalığıdır. Bu aşırı depresyon ve ne bileyim bu tip hastalıklardan dolayı yol açılıyor. Şizofreniya ağır xəstəlik, ruhi xəstəlikdir. İnsanlarda psixoloji cəhətdən əfsördəgi, narahatçılıq olur. Yəni dopaminin miqdarı həddindən çox olanda beyində şizofreniya baş verir xəstələrdə. Birinci dəfədə depressiya olur. Sonra yüksək səviyyədə şizofreniya, skizofreniya baş verir. Müalicəsi hələ ki tam effektiv müalicə yoxdur. Yəni simptomatik olaraq bəzi o ağırlaşmaların nisbətən qarşılanmaq üçün müalicələr var. Tam təbii ki müalicəsi yoxdur hələ ki. Şizofreniyanın əsas əlamətləri deməli aşağıdakıları saymaq olar. Birincisi, mühitlə şəxsiyyət arasındakı harmonik əlaqə pozulur, parçalanır. Elə şizofreniya adı da buradan götürülür. Şizofreniya bu nə deməkdir? Şizo parçalayıram, frenikus qəlb deməkdir. İdrak, düşüncə, təfəkkür, bunu özündə birləşdirən bir məna kəsb edir. Mühitlə şəxsiyyət arasında harmonik əlaqə yoxdursa, bu bizi mütləq şübhəyə salır. Niyə belədir? İnsan harda olursa olsun, məsələn, müəllimə qulaq asan tələbə, iş görən adam, məruzə eləyən adam, ondan sonra ailədə ailənin arasında olan adam öz yerini bilərək harda necə lazımdırsa o cür hərəkət eləməlidir. Bax bu davranış qaydası bizim diqqətimizi çəkirsə, qeyri-normallıq müşahidə ediriksə, biz buna deyirik mühitlə şəxsiyyət arasındakı harmonik əlaqə parçalanır, pozulur. İnsan harda olursa olsun özünü idarə eləməyi bacarmalıdır. Biz demirik ki, insan özünü həmişə sakit, dinməz aparmalıdır. O oynaya da bilər, gülə də bilər, ucadan da danışa bilər, kimləsə mübahisə eləyə bilər, dava sala bilər. Ancaq onların hamısı adekvat olmalıdır. Yəni izah olunan, lüzumlu olmalıdır. O lüzumsuzluq varsa, burada harmonik əlaqə parçalanır. Şizofreniyada ən başlıca əlamətlərdən biri, mən deyərdim ki, birincisi budur. İkinci yerdə dayanır təfəkkürün pozulması. Təfəkkür nədir? Bu idrakın ən yüksək formasıdır. Hadisə və predmetlərdən insanın əqli nəticə çıxartma qabiliyyətidir.
Əgər şəxs ətrafdakı hadisələrdən, ona verilən suallardan, onun qarşılaşdığı hadisələrdən düzgün nəticə çıxarda bilmirsə, yanlış bunda təfəkkür əmələ gəlirsə, bu da şizofreniyanın əlamətlərindən biridir. Məsələn, şəxs deyir ki, məni izləyirlər, mənim haqqımda müxtəlif məlum olmayan faktlar toplayırlar, məni bugün sabah türməyə aparıb salacaqlar. Soruşanda nə səbəbəsən, nə etməsən, ona düzgün izahat verə bilmir. Biz buna deyirik şübhəlilik, paranoyal əlamət, sayıqlama və s. O getdikcə mürəkkəbləşir, hətta elə bir məqam gəlir ki, xəstənin dediyi fantastik xarakterli, fantastik məzmunlu sayıqlamalara çevrilir. Bu da ətraf adamların dərhal diqqətini cəlb eləyir, yəni qeyri-normallıq göz qabağındadır. Bu ikinci əlamətdir. Biz buna deyirik ümumilikdə təfəkkür pozuntusu. Sonra gəlir üçüncü əsas əlamət emosional pozuntu. Emosiya nədir? Bizim əhval-ruhiyyəmiz. İnsanlara qarşı, özümüzə qarşı, mühitə qarşı göstərdiyimiz hissiyat. O hissiyat qeyri-adekvat olur. Xəstə görürsünüz, heç nə yox, özünə qapanıb, əhval-ruhiyyəsi aşağıdır, heç kəsinlə ünsiyyətə girmək istəmir və yaxud da həddindən artıq qeyri-adekvat bir şəraitdə şəndir, deyir, gülür, məzmunsuz. Bilirsiniz, gülməyin də, ağlamağın da, bədbinliyin də hamısının adekvat məzmunu olmalıdır. Bunlarda isə o məzmun pozulur, qeyri-adekvatlıq əmələ gəlir. Ona görə də biz ona deyirik emosional pozuntu. Şizofreniya hərfi mənada açılışı deməli ağılın dərrakən axması, yəni get-gedə itməsi deməkdir. Şizofren anlayana bir tek kelimeyle hayalperesttir. Hayal gören, sürekli kendi kendine konuşan, karşısındaki kişinin var olduğunu düşünerek sürekli konuşan kişilerdir yani. Ve bence bu hastalık geçilmez bir hastalıktır yani. Sürekli ömür boyunca olabilecek bir şeydir bu. Bende bile oluyor yani bazen kendi başıma bile konuşurum. Tedavisi var mı? Bence yoktur işte, tahminimce yoktur. Ben onu göremedim yani. Müalicəsi yoxdur. Mən bilən yoxdur müalicəsi, olmur. Yəni çətin olar onun müalicəsi. Şizofrenik sindromun özünə məxsus xüsusiyyətləri var. Özünə məxsus ab-havası var. Hətta həkimlər deyir ki, şizofreniklərin özünə məxsus qoxusu var. Xəstəni görəndə biz onun qoxusundan, burada məcazi mənada işlənilən sözdür. Yəni onun xarici görünüşündən, duruşundan, baxışından hiss eləyirik ki, bu ruhi xəstədir. Şizofreniyanın müalicəsində 1950-ci illərdə, daha dəqiq desək 53-cü ildən sonra böyük bir inqilab baş verdi. Psixiatriya xəstəxanalarının siması dəyişdi, xəstələrin siması dəyişdi. Bu, neyroleptik maddələrin, psixofarmakoloji maddələrin kəşfi ilə əlaqədardır. İlk dəfə olaraq Fransada bu baş verdi. Aminazin kəşf olundu. Aminazin preparatından sonra xəstələrin statusu dəyişdi. Əvvəllər çox çılğın, müxtəlif hüquqa zidd hərəkətlər törədən, özünü düzgün aparmayan adamları tezliklə biz cilovlaya bildik, onları sakitləşdirə bildik. Bunun ardınca digər dərman maddələri kəşf olunmağa başladı. Məsələn, triftazin, plegmazin, etapirazin, hal-hazırda daha güclü psixotrop dərmanlar mövcuddur. Məsələn, Rispalept var, ondan sonra Lepanex var, ondan sonra Invega, başqa preparatlar var. Çox güclü təsir göstərən dərman maddələridir. Onların köməkliyi ilə və digər müalicə vasitələrinin köməkliyi ilə biz xeyli xəstələrə kömək edə bilirik, remissiya yarada bilirik. Əgər biz hamıya, belə xəstələrə yardım göstərə bilməsəydik, inanın ki, şəhərdə sərbəst gəzmək mümkün olmazdı. Ancaq indi görürsünüz, küçədə bizi narahat edən adamlar daha çox normal adamlardır. Cinayət törədən də, avariya eləyənlər də, başqaları da. Tək-tək hallarda görürsünüz, onların arasında ruhi xəstələr olur. Bu nəyin hesabınadır? Müalicə sisteminin mükəmməlləşməsi hesabınadır. Bu prosesdə neyroleptik maddələrin mövqeyi çox yüksəkdir. Hal-hazırda 800-ə qədər neyroleptik
preparatlar kəşf olunub. Onların elə yalan olmasın bir 200-ünü, 300-ünü Azərbaycanda da tapmaq olar. Biz onlardan istifadə edərək xəstələri müalicə edirik, tibbi yardım göstəririk. Bilirsiniz, bir şizofrenik o birisinə bənzəmir, öz hərəkətlərinə, davranışına, danışığına görə. Bu psixi xəstəlikdir axı. Bu nə göz xəstəliyi deyil ki, görmə pozulsun, nə mədə xəstəliyi deyil ki, qida həzmi prosesi pozulsun. Bu insanın təfəkkürünü, yaddaşını, idrakını idarə edən bir sistemin, yəni baş beynin xəstəliyidir. İnsanlar isə xasiyyətcə, tərbiyəcə, təhsilcə müxtəlifdir. Ona görə də onlar şizofreniya tutularkən, yəni beyin qeyri-normal fəaliyyət göstərirsə, hərə özünə məxsus şəkildə əlamətlər büruzə verir, bəli. Ona görə də burada konkret hər hansı əlamətin bir-birinə oxşamasından söhbət gedə bilməz. Ancaq ümumilikdə biz görürük ki, bunların hamısı deyək ki, təfəkkür pozuntusuna aiddir və yaxud da hərəkət davranış pozuntusuna aiddir və yaxud da emosional pozuntuya aiddir. Ancaq o emosiyanın pozuntusu hərədə bir cür təzahür eləyir. Təfəkkür məhsulatı, onun dediyi yanlış fikirlər hərədə bir cür təzahür eləyir. Müalicəsi sadəcə belə tam müalicə olunmur, amma hardasa gedişini uzun müddətli etmək ola bilər, ləngitmək olar. Belə. Amma yəni sırf tam müalicə yoxdur. Yəni bu psixoloji bir xəstəlikdir, beyinlə əlaqədardır. Yəni bu stressdən olur insanlarda, yəni ki indiki zamanədə çox insanlarda, yəni ki mən fikirləşirəm ki, çünki o qədər hamı stresslər keçirdir, yəni olan şeydir, olur. Müalicəsi gərək dopaminin miqdarı biraz azala, vəli psixoloji həkimlərin yanına getsələr daha yaxşı olar. Bilirsiniz, şizofreniya zəkalı adamların, ağıllı adamların, intellektual adamların xəstəliyidir. Heç vaxt belə olmayıb ki, bu adamda kəm ağıllıq var, o daha çox şizofreniya tutulur. Düzdür, kəm ağıllılar da tutula bilər. Hər bir kateqoriya adamlar bu xəstəliyə tutula bilər. Ancaq əksər hallarda biz intellekti yüksək adamların bu xəstəliyə tutulmasının şahidi oluruq. Məsələn, rəsmi olaraq deyə bilərik, ona görə ki, ədəbiyyatda bu təsvirlər var, bu haqda məlumatlar var. Gogol kimi məşhur yazıcı bu xəstəliyə tutulub və yaxud da dünyanın məşhur rəssamlarından biri olan Van Gogh bu xəstəliyə tutulub. Onların adlarını çox çəkmək olar, dahi adamlar, çox məşhur alimlər bu xəstəliyə tutulub. Bu heç də o demək deyil ki, bunun üçün onun ağlı az olmalıdır və yaxud da başqa qüsur olmalıdır. O əsas deyil. Mən bir epizod sizə danışım. Tələbə olarkən fəlsəfə bizdə çox keçirilirdi. Dialektik materializm, ondan sonra elmi kommunizm, nə bilim fəlsəfə, cürəbəcür predmetlər hamısından da biz imtahan verirdik, qiymət almalıydıq. O kafedranın müəllimləri həmişə mənim cavabıma təəccüb edirdilər. Və məndən soruşurlar ki, sən hansı kitabdan istifadə eləmisən? Mən də deyirdim ki, Afanasiyevin kitabından, qalın kitabdan, hansı ki onların heç birisini oxumamışam. Məni o vaxtı hazırlayan adam var idi. O Məşdağa xəstəxanasında yatan Fikrət adlı bir nəfər şəxs idi. O adam o qədər filosof olub, o qədər savadlı idi ki, 32 yaşında o Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. Görürsünüz, nə qədər. Mən gedirdim onun yanına biletlərlə, o qısa cavablarla məni elə hazırlayırdı ki, gəlirdim müəllimə cavab verəndə müəllim təəccüb eləyirdi. Deyir, sənin cavabların nə o kitabda yoxdur, nə bu kitabda yoxdur. Bizim sizə tövsiyə elədiyimiz kitabların heç birində yoxdur. Bu məlumatlar tamam başqa yerdəndir. Sən onu hardan oxumusan? O vaxtda internet yox idi ki, deyəm internetdən. Deyirdim, ensiklopediyada baxmışam. Ondan sonra müəllimlər sakit olurdu. Ancaq əslində məni o Fikrət öyrədirdi. Mən orada işləyirdim tələbə vaxtı Məşdağa xəstəxanasında, felçer. Gecələr işimi qutarandan sonra çağırırdım, kabinetdə otuzdururdum Fikrəti. Biletləri qoyurdum onun qabağına. Gözəl-gözəl cavablar mənə deyirdi. Yəni, bu adam ağır xəstə olsa belə, onun intellekti pozulmur. Onun əqli qabiliyyəti öz yerindədir. Çoxları elə bilir ki, şizofreniya zamanı
ağıl azalır. Xeyr, ağıl çaşır, ancaq azalmır. O çaşmaq başqa şeydir. Azalmaq başqa şeydir. Nə yaddaşı azalmır, nə intellekti azalmır. Ancaq produksiya əmələ gəlir, patoloji məhsulat. Yəni onun dediklərində, onun təsəvvürlərində hadisələr, ətrafda cərəyan edən müxtəlif ki hadisələr olur. Onlar xəstənin gözü ilə baxdıqda başqa cür canlanır, başqa cür ona gəlir. Ona görə də deyir ki, məni güdürlər, mənim sözümü danışırlar, mənim düşmənlərim məni əhatə edib. Yəni təfəkkürə məxsus olan sayıqlama fikirləri meydana çıxır. Olmayan bir şeyi olduğu gibi hayal etmek illüzyon hastalığıdır. Yani illüzyona şey yapmak hani beyinle bağlı, tabii ki de bağlı. Beyinle bağlı değil aslında, psikolojiyle alakalı bir şey. Diyorsun ya, tam olarak tedavisi var mı? Bence vardır ama bilmiyorum tedavisi, tedavi yöntemlerini. Genetika sahəsində aparılan tədqiqatlar sübut elədi ki, şizofreniya müəyyən ailələrdə toplanan xəstəlikdir. Məsələn, bir ailədə bir xəstə varsa, ikincisi də görürsünüz, başqa qohumlarda meydana çıxır, üçüncüsü də, bəzən dördüncüsü də və s. Ancaq elə ailələr var, heç bir dənə də şizofreniya tutulan xəstələri yoxdur. Bax, bu faktdır. Bir də ikinci, alimlər müşahidə elədi ki, qohumluq əlaqəsi yaxınlaşdıqca şizofreniya tutulma şansı artır. Bioloji qohumluq dərəcəsinə görə insanları, ən yaxın insanlar tək yumurtalı əkizlərdir. Sonra gəlir cüt yumurtalı əkizlər. Sonra gəlir ata, ana, övlad və ilaxır. Deməli, bax, faiz hesabı ilə baxsaq, görərik ki, tək yumurtalı əkizlərdə biri xəstədirsə, o birisinin xəstəliyə tutulması 90%-ə qədər ola bilər. Ən azı 78%-dən 90%-ə qədər. Görürsünüz, çox böyük rəqəmdir. Əgər uşaqlar cüt yumurtalı əkizlərdən əmələ gəlibsə, burada 50%-dən artıq olmur xəstəliyə tutulma. Yəni 100 uşaqdan 50-si tutulur, o biri 50-si tutulmur. Sonra əgər ata, ana ikisi də xəstədirsə, övladların da bir 45-50%-i bu xəstəliyə tutulur. Tək ata xəstədirsə və yaxud da ana xəstədirsə, 25% təxminən bu xəstəliyə tutulur. Baba, nənə xəstədirsə, 8-11% hallarda nəvə bu xəstəliyə tutulur. Görürsünüz, qohumluq, bioloji qohumluq, yaxınlıq uzaqlaşdıqca bu xəstəliyə tutulma şansı azalır. Bu da genetikanın burada rolu haqqında danışmağa imkan verir. Ancaq 100% şizofreniyanı genetik xəstəlik hesab eləmək olmaz. Ona görə ki, hətta tək yumurtalı əkizlərdə belə bu xəstəlik 100% təzahür eləmir. Hansı insanı psixi sağlam hesab etmək olar? İnsanda vacib olan əsas amillərdən biri özünü tənqid hissinin mövcudluğudur. İnsan öz nöqsanını hamıdan birinci görməli, məişətdə, iş yerində, cəmiyyət arasında nə qədər sadədirsə, psixi baxımdan bir o qədər sağlamdır. Bu göstəricilər kimdə varsa, onu psixi sağlam adam hesab etmək olar. Lakin bu o demək deyil ki, sadəlikdən əziyyət çəkməyən insanların hamısı ruhi xəstədir. Verilişimizdən də aydın olduğu kimi, ruhi xəstəliklərə diaqnozun qoyulması elə də asan deyil və buna görə də hər hansı tərəddüdünüz olarsa, psixiatrlara müraciət etməkdən çəkinməyin.